İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişin daşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədi ilə sərnişin daşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul olundu və yeni tariflər təsdiqlənib. Metro nəqliyyatında sərnişin daşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili, rayondaxili, qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişin daşıma xidmətlərinin tariflərinin aşağı həddi məsafədən asılı olaraq tariflər dəyişir, 60 qəpik, bu tariflər oktyabrın 1-dən qüvvəyə minəcək. Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla işləyən avtobuslara şamil olunacaq. Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözü gedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq edilməyəcək. Eyni vaxtda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən elektrik, SNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək. Tarif dəyişikliyi daşıyıcıların maliyyə dayanıklığının artmasına, avtobus parkının yenilənməsinin sürətlənməsinə, növbəki illər ərzində hər il təxminən 400 ədəd yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir, əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobusların istifadəsinin təşviqinə və sərnişin daşımada şəffaflığının artmasına müsbət təsir göstərəcək. Əlavə olaraq, daşıyıcıların maliyyə dayanıklığına keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişin daşımada diferensial tariflərin tətbiq olunması üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.